Mən izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox ləzzətli, heç bir kanalda görmədiyiniz halınc meyvəsindən gözəl bir sok hazırlayacağım. Sizlər də belə sok hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basmağı da unutmayın. Bu meyvəni yəqin ki, hər kəs tanımır. Bu meyvənin adı halınc meyvəsidir. Bu meyvə dağlıq rayonlarında bitən bir meyvədir. Yabani halda meşələrdə bitən bir meyvədir. Bu meyvə ürəyin, təzyiqin, şəkərin və bir çox mədə-bağırsağı xəstəliyi olanların dərmanıdır. Meyvəni elə belə sadə halda da yeyə bilər, belə sok hazırlayıb da içə bilər. Ondan mürəbbə, hətta balla qarışdırma, əzmə də hazırlamışam. Onların hamısının resepti kanalımda var. Arzu edən izləyə bilər. Əvvəlcə meyvənin hər iki tərəfini, yəni bu gül hissəsini və arxa çöp hissəsini kəsib atıram. Mütləq onları kəsmək lazımdır ki, bizim hazırladığımız sokumuz çox həm rəngi gözəl olsun, həm də dadı. Artıq meyvələri təmizləmişəm, hazırdır. İndi isə axar suyun altında təmiz suyu çıxana qədər yuyuram. Əgər istəyirsinizsə mürəbbəniz, sokunuz, turşunuz, hər nə hazırlayırsınızsa gözəl alınsın, mütləq onu ən əvvəl təmizliyinə əməl etmək lazımdır. Yəni onu meyvələri axar suyun altında təmiz suyu çıxana qədər yumaq lazımdır. Mən də bu meyvəni təmiz suyu çıxana qədər yuyub aş-süzənin içərisinə yığıram. Yumamışdan əvvəl çəkisini mütləq çəkmək lazımdır ki, çünki biz buna şəkər tozu əlavə edəcəyik. Çəkib çəkisini bilmək lazımdır. Mən meyvəni əvvəlcədən çəkmişəm. Məndə 5 kiloqram halınc meyvəsi var. Yuduğum meyvəni dərin qazanın içərisinə tökürəm. Meyvənin üzərinə bol su əlavə edirəm. Yəni üzərinə çıxandan da biraz artıq burada gördüyünüz kimi, yəni meyvə içərisində bu şəkildə qarışdırdıqca, yəni siz özünüz bilməlisiniz ki, suyu biraz artıq olsun. Qoyuram odun üzərinə, qaynayır. Qaynadıqca da üzərinə çıxan kəfi yığıb atıram. Bu meyvənin bir xüsusiyyəti də var ki, meyvə bişəndə özündən jeli buraxır. Yəni ki, meyvə bişib hazır olduqca jeliləşən bir meyvədir. Meyvəni əlimlə basıb yoxluyuram. Əgər meyvə tam bişibsə, odun üzərindən götürüb dərin qabın içərisinə tökürəm və bir gün saxlayıram ki, səhərə qədər soysun. Əvvəlcə əlimlə əzmək istədim, daha sonra blenderlə əzmək mənə daha asan olduğu üçün blenderlə təmiz bunu əzirəm. Ondan narahat olmayın, çünki bunun tumu çox bərkdir, blenderdə əzilmir. Tam da istədiyim hala gəlib, artıq blenderi dayandırıram və gördüyünüz kimi püre halına gəlib. Bu arada hansı meyvəyə gəlmək lazımdır, onu gözəl bilir. Arada qonağımızdır. Bayaq dediyim kimi bu meyvə qaldıqca, yəni meyvə bişdikdən sonra jeliləşir, yəni bərkiyir. Ona görə də əvvəl aş-süzənə töküb belə əlimlə aş-süzəndən keçirirəm. Əgər biraz ağır keçirsə, əvvəlcə üzərinə su əlavə edib qarışdırıb daha sonra aş-süzəndən keçirə bilərsiniz. Artıq bu hissəsi aş-süzəndən keçmir, ona görə də ləyənin içərisinə qoyuram. Üzərinə su əlavə edib, mən bu dənələri də, yəni tumlarını da bir dəfə soyuq suda, yəni su əlavə etdikdən sonra qarışdırıram ki, üzərində qalan bütün mətin hamısı çıxsın. Suyu əlavə etdikdən sonra qarışdırıram və bunu yenidən aş-süzənə tökürəm və əlimlə yenidən aş-süzənlə qarışdıraraq keçirirəm. Belə etdikdə tumun artıq görürsünüz, bütün
sox çıxıbdır. Bunlar isə meyvənin tumlarıdır. Yəni loru dildə desək cəcəyidir. Bu da meyvədən çıxan soxdur. Bunu böyük bir qazanın içərisinə tökürəm. Bu isə cəcəkləridir, yəni tumlarıdır. Artıq bunları atıram. Mətimizin daha da təmiz, yəni içərisində heç bir şey qalmasını istəmiriksə, onu yenidən belə bir süzgəcdən keçirirəm. Görürsünüz nə qədər qatıdır. Ona görə də yenə də su əlavə edə bilərsiniz. Mən bunu aş süzgəcə tökürəm. Artıq aş süzəndən deyil, süzgəcdən keçirəcəm. Bu süzgəc çox əlverişlidir. Yəni bunun üzərinə tökdükdən sonra mənə gördüm ki, ağırdır, yəni keçmir. Çünki çox mərtləşibdir. Ona görə də üzərinə soyuq su əlavə edib qarışdırıram ki, yəni biz bunu süzgəcə tökdükdə daha gözəl, daha asan keçsin. Suyu töküb qarışdırdıqdan sonra yenidən tökürəm və belə çırpıcının köməkliyi ilə aş süzəndən keçirirəm. Əlinizə əlcək geyinib, əllə də belə keçirə bilərsiniz. Ancaq bu çırpıcı çox rahatdır. Yəni bu çırpıcının köməkliyi ilə belə keçirə bilərsiniz. Meyvənin mətini süzgəcdən də keçirdik. Artıq hazırdır. Görürsünüz necə də gözəl, yəni içərisində heç bir yəni meyvənin qabığı, tumu, bir dənə də olsun, heç bir şey yoxdur. Necə də gözəl alındığını görürsünüz. Hazırladığım məti böyük qazanın içərisinə töküb qarışdırıram. Bu da baxın, aş süzəndən keçirəndən sonra mütləq ələkdən keçirin. Ələkdən keçirmişəm. Bu da gördüyünüz kimi onun içərisində qalan artıq meyvənin tumu, bir də cəcəyidir. Yəni dənələrindən keçib onu da atıram gedir. Soku qoyuruq qaynayır, üzərinə şəkər tozu əlavə edirəm. Burada məndə 5 kiloqram mət var idi, yəni meyvə var idi, çəkmişdim əvvəldən. Elə bir biz bunu təmizləyəndə 5 kiloqramdan bu qədər də dənə ayrılanda hardasa bir 3 kilo yarımı tumu çıxır. Onu da yəni nəzərə almaq lazımdır. Şəkər tozunu əvvəlcə burada elə bil bizdə 3 kilo yarım meyvə məti var. Onun üzərinə kilo yarım, əvvəlcə 1 kilo tökün, şirəsinə baxın. Bəzi adam çox şirin xoşlamır, ona görə də biraz şirəsini az vura bilər. Ancaq bunun qədəri odur ki, normal vurasınız. Mən 3 kiloya kilo yarım şəkər tozu əlavə etdim və bu da son qaynadıram. Üzərinə çıxan kəfi yığıram. Biraz stəkana töküb süzürəm. Əgər tərkibində su yoxdursa, demək ki, bizim hazırladığımız sokumuz hazırdır. Hazır olmuş soku isti-isti yuyub silib təmizlədiyim aroma bankalarına yığıram və qapağını bağlayıram. Mütləq bu soyuducuda saxlanmalıdır. Soyuq yerdə soyuducuda saxlanmalıdır. İndidən hazırlayıb dadan hər kəsə nuş olsun deyirəm.